Salam, hörmətli abituriyentlər. Hər vaxtınız xeyir. Bugünkü mövzumuz adlanır Monqolların Azərbaycana yürüşləri və Xarəzmşah Cəlaləddinin Azərbaycana yürüşü, həmçinin Azərbaycanda Monqolların 3-cü yürüşünün nəticəsində yaranmış Hülakülər yaxud Elxanilər dövlətləri. 1220-22-ci illərdə Monqollar Cəbə və Subutayın başçılığı altında Azərbaycana birinci kəşfiyyat xarakterli yürüşlərini etmiş oldular və bu yürüş zamanı Azərbaycanda vahid dövlət yox idi. Azərbaycanda Eldənizlər dövləti mövcud idi. Həmçinin Şirvanşahlar dövləti mövcud idi. Feodal pərakəndəlik hökm sürürdü. Həmçinin Azərbaycanın cənubunda Rəvvadilərdən sonra Marağada hakimlik edən Axsunqurilər nəsli hakimiyyətdə idi. Və bu yürüşün nəticəsində, kəşfiyyat xarakterli bu yürüşün nəticəsində Şirvanşahlar dövlətinin və Eldənizlər dövlətinin bəzi şəhərləri, həmçinin Azərbaycanın cənubunda Marağa şəhəri də, Axsunqurilərin hakimiyyəti altında olan Marağa şəhəri də məhz Monqollar tərəfindən işğal edilir. Xüsusilə qeyd etmək lazımdır ki, Şirvanşahlar dövlətində bu zaman birinci Güştəsp hakimiyyətdə idi və Eldənizlər dövlətində isə hakimiyyətdə Atabəy Özbəy idi və məlumdur ki, Atabəy Özbəyin hakimiyyəti zamanı Eldənizlər dövləti maksimum dərəcədə zəifləmiş və feodal dağınıqlıq, pərakəndəliyin hökm sürdüyü bir dövlətə çevrilmişdi. Monqollar bu zaman Azərbaycanda bütün şəhərlərdə müqavimətlə üzləşirlər. Testdə rast gələcəyimiz əsas məqamlardan biri Azərbaycanda Monqollara müqavimətin göstərilməsi olacaqdır. Azərbaycanda bəzi şəhərlərdə Monqollara qarşı ciddi müqavimət göstərilir və əlavətən xüsusilə qeyd etmək lazımdır ki, Təbriz şəhərini Monqollar 3 dəfə yürüş eləsələr də birinci yürüş zamanı tuta bilmirlər və Təbrizdən xərac alırlar. 3 dəfə xərac alınır, şəhər yaxşı müdafiə olunurdu və şəhər başçısı Şəmsəddin Tuğrai idi bu zaman. Şəmsəddin Tuğrainin şəhəri yaxşı müdafiə etməsi, həmçinin Atabəy Özbəyin, Təbrizin müdafiəsi zamanı, yaxud Monqolların Təbrizə hücumu zamanı Monqollarla açıq döyüşə girməkdən çəkinməsi və sazişə girməyi üstün tutması səbəblərindən şəhərin müdafiəsi Şəmsəddin Tuğraiyə qalır və Monqollar yalnız Təbriz əhalisindən 3 dəfə xərac almaqla kifayətlənirlər və bundan sonra Monqollar Muğan ərazisinə qışlamağa getsələr də, bu zaman Gürcülərlə Gürcü hökmdarı 4-cü Georgi və Atabəy Özbəyin Monqollara qarşı ittifaq yaratması xəbərini eşidən Monqollar Gürcüstana hücum eləyirlər və 4-cü Georgi ilə məhz Özbəyin yaradacağı ittifaqı həmin müttəfiq qüvvələrin tərəflərini, qoşunlarını məğlubiyyətə uğradırlar. Həmçinin müqavimətə rast gəlməklərinə baxmayaraq Marağadır, Ərdəbildir, bu şəhərləri ələ keçirən Monqollar Sərab, Beyləqan şəhərlərini də tutublar. Ondan sonra Sərab və Beyləqan şəhərlərini də ələ keçiriblər. Sərab və Beyləqan şəhərlərini də tutublar və Təbrizlə eyni talehi yaşayan Gəncə şəhərinə hücum etsələr də, Gəncənin də yaxşı müqavimətə rast gəldiklərinə görə şəhərdən yalnız təzminat almaqla kifayətləniblər. Təzminat sözünün izahına gəldikdə isə məğlub dövlətin qalib dövlətə ödəməli olduğu pul, ərzaq məhz təzminat adlanır. Həmçinin Şamaxı şəhəri də ciddi müqavimət göstərsə də, hətta Şamaxı şəhərinin əhalisi bu zaman belə bir söz işlədir ki, qılınca sarılmaq vaxtıdır və bizə qılıncdan başqa çarə yoxdur. Lakin Monqollar Şamaxı şəhərini tuta bilirlər, yəni işğal eləyə bilirlər. Biz əsasən bir Gəncə şəhərinin birinci yürüş zamanı tutula bilmədiyini və həmçinin Şamaxı şəhərini tuta bilsələr də Monqollar Gəncə və Təbriz ərazilərini birinci yürüş zamanı ələ keçirə bilmirlər və əlavətən qeyd etmək lazımdır ki, Dərbənd şəhərini də həmçinin Monqollar birinci yürüş zamanı tuta bilmirlər və bura şəhər yaxşı müdafiə divarları ilə əhatə olunduğuna görə, yaxşı müdafiə olunduğuna görə Dərbənd ərazisinə çatdıqları zaman
Şirvanşahdan danışıqlar aparmağı xahiş eləyirlər və bu zaman Şirvanşahlarla Monqollar danışıqları davam etdirən zaman Monqollara Dərbənddən 10 elçi göndərilir və elçilər heyətindən bir nəfərini öldürüb, digərlərini məcbur eləyirlər ki, gizli yolla şimala keçidi göstərsinlər və Monqollar Dərbənd ərazisini tuta bilməyərək gizli keçid vasitəsilə şimala doğru çıxıb gedə bilirlər və Monqolların Azərbaycanı tərk edib şimala doğru keçid zamanı 1223-cü ildə burada Kalka adlı Kalka çayı sahilində döyüş baş verir. Rus Qıpçaq qüvvələri ilə Monqollar arasında. Təbii ki, Monqollar bu döyüşdə qalib gəlirlər və Rus və Qıpçaqları ikisini birlikdə məğlub eləyirlər və bununla da kəşfiyyat xarakterli yürüş başa çatır. Həmçinin bu yürüş Azərbaycan üçün iqtisadi baxımdan çoxlu dağıntılar, fəlakətlər gətirir və ölkənin iqtisadi həyatına ciddi zərbə vurmuş olur. Monqolların birinci yürüşünün başa çatmasından sonra Azərbaycana Xarəzmşah Cəlaləddin 1225-ci ildə hücum edir və Xarəzmşah Cəlaləddin 1225-ci ildə Təbriz ərazisini tutmaqla, Monqolların birinci yürüşündən fərqli cəhət odur ki, Xarəzmşah Cəlaləddin Təbriz ərazisini tuta bilir və Azərbaycan Atabəylər yaxud Eldənizlər dövləti süqut etmiş olur Təbriz ərazisinin tutulması ilə. Həmçinin Xarəzmşah Cəlaləddin 1227-ci ildə Marağa ərazisini tutub Ağsunqurilər dövlətinin, yəni Ağsunqurilərin hakimiyyətinə son qoyur. Ağsunqurilər süqut eləyir 1227-ci ildə. Və Xarəzmşah Cəlaləddinin yürüşü zamanı Azərbaycan Şirvanşahlar dövlətində 3-cü Fəribürs hakimiyyətdə idi. Birinci Güçtəsbdən sonra hakimiyyətə gələn Fəribürs 1225-ci ildən 1243-cü ilə qədər hakimiyyətdə olur və 3-cü Fəribürs Atabəylər dövləti süquta uğradılsa da Şirvanşahlar Xarəzmşah Cəlaləddindən 3-cü Fəribürsün hakimiyyəti dövründə asılılığı qəbul etməklə ildə 100.000 dinar xərac ödəməyi öhdələrinə götürərək daxili müstəqilliklərini qoruyub saxlaya bilirlər. Xarəzmşah Cəlaləddinin Azərbaycana yürüşü zamanı Azərbaycanda demək onun təyin etdiyi hakim və əmirlər, başçılar, ərazi canişinləri Azərbaycan əhalisini talayır, çoxlu vergilər alır və bu da Azərbaycanda Xarəzmşah Cəlaləddinə qarşı Təbrizdə, daha sonra Xoy, Mərənd, Naxçıvan şəhərlərində Xarəzmşah Cəlaləddinə qarşı azadlıq hərəkatlarının baş verməsi ilə nəticələnsə də, ən güclü Xarəzmşah Cəlaləddinə qarşı hərəkat üsyan Gəncədə 1231-ci ildə Usta Bəndərin başçılığı altında qalxır. Xarəzmşah Cəlaləddin düzdür, bu üsyanların hər birini yatırır, ancaq 1231-ci ildə Monqolların Azərbaycana ikinci yürüşü xəbərini eşidən Xarəzmşah Cəlaləddin məcburən Azərbaycan ərazisini tərk etməli olur. Monqollar 1231-ci ildə Azərbaycana əvvəlki birinci yürüşlərindən fərqli olaraq güclənmək və möhkəmlənmək məqsədi ilə ikinci yürüşlərini eləyirlər. Monqolların Azərbaycana ikinci yürüşünə başçılıq eləyirdi Çormoğon Noyon adlı sərkərdə. Çormoğon Noyonun yürüşü zamanı, düzdür, birinci yürüş zamanı olduğu kimi bəzi şəhərlərimiz var ki, hansı ki Bərdədir, Beyləqandır, Şamaxıdır, Şabrandır, Marağadır. Bu şəhərlər tutulur, əhali qılıncdan keçirilir. Ancaq birinci yürüşdən fərqli olaraq Monqollar ikinci yürüş zamanı, xüsusilə birinci yürüşdə xərac aldıqları şəhərlərdən biri olan Gəncəni, yəni təzminat aldığı şəhəri Gəncəni ələ keçirirlər. 1231-ci ildə yürüşün ilk mərhələsi zamanı isə Təbriz şəhərini ələ keçirirlər. Çünki Təbrizi Şəmsəddin Tuğray müdafiə eləyirdi və Şəmsəddin Tuğrayın vəfatından sonra şəhərin müdafiəsini təmin etmək mümkün olmadığından bu zaman Təbrizi də tuta bilirlər və birinci yürüş zamanı xatırlayırıqsa, dedik Dərbəndi də Monqollar tuta bilməmişdilər, şəhər ciddi müqavimətə rast gəldiyindən və 1239-cu ildə Dərbənd ərazisini də tabe etməklə Monqollar Azərbaycanın işğalını tamamilə başa çatdırırlar. Eyni zamanda test sualı olaraq siz rastlaşacaqsınız 1066-cı ildə Səlcuqlar
1339-cu ildə Monqollar üçün oxşar cəhət 1066-da Səlcuqlar Şirvanşahların tutulması ilə 1339-cu ildə də Monqollar Dərbəndin tutulması ilə Azərbaycanın işğalını başa çatdırmışdılar. Və 1339-cu ildən etibarən ta 1339-cu ildən 1356-cı ilə qədər Azərbaycan Ali Monqol xaqanlarının, yəni Ali Monqol xaqanlığının təyin etdiyi canişinlər tərəfindən idarə edilib və bu dövrdə Azərbaycanda yerli feodallara öz malikanələrini idarə etmək üçün paylanan icazə sənədləri yarlıq adlanırdı. İşğal olunmuş ərazilərdə möhkəmlənən Monqollar həmçinin Şirvanşahları da özlərinə tabe etməyi bacarmışdılar. Növbəti danışacağımız yürüş 1356-cı ildə Hülakü xanın başçılığı ilə Azərbaycana doğru başlayan və 1356-cı ildə başa çatan Hülakü xanın başçılığı ilə Monqolların 3-cü yürüşüdür. Birinci və ikinci yürüşlərdən fərqli olaraq bu zaman, 3-cü yürüş zamanı 1358-ci ildə Məhəmməd Peyğəmbərin əsasını qoyduğu, ardınca Rəşidi xəlifələrin, davamınca Əməvilərin, sonra isə Abbasilərin hakimiyyətdə olduğu demək Ərəb xilafəti Bağdadın ələ keçirilməsi ilə Hülakü xan tərəfindən ələ keçirilməsi ilə Abbasilər xilafəti, yəni Ərəb xilafəti süquta uğradılır və 1358-ci ildə 5-ci Monqol ulusu, bilirik ki, Monqol dövləti mərkəzləşmiş dövlət deyildi və uluslar şəklində idarə edilirdi. 5-ci Monqol ulusu olan Hülakülər dövləti yaranır 1358-ci ildə və 1358-ci ildə yaranmış Hülakülər dövlətinə tarixdə bəzən Hülakü xan Elxan titulu aldığına görə Elxanilər dövləti də deyilir, Elxan rütbəsi aldığına görə. Hülakülər cəmi bir əsrə qədər müddətdə 99 il, 1357-ci ilə qədər Azərbaycanda hakimlik etmişdilər. Hülakülər, əsasən də Hülakü xan köçəri əyanlara arxalanırdı, yerli feodallarla münasibət pis idi və köçəri zadəganlara arxalanaraq öz dövlətini möhkəmləndirmə tədbirləri həyata keçirdirdi. Dedik ki, Hülakülər dövləti yaxud Elxanilər dövləti Monqolların 5-ci ulusudular, yəni 5-ci yaratdıqları dövlət yaxud da hakimlikdilər, yaxud da vilayətdilər. 5-ci ulus gedirlər. Yaxın Orta Şərq, Azərbaycan, İraq və İran ərazilərini əhatə edirdilər. Köçəri zadəganlara arxalanan Hülakü xan Şəhzadə Yuşmutu Arrana hakim təyin etmişdi və şahzadələr arasında dövlətin əyalətlərini, bölgələrini bölüşdürmüşdülər. Şəhzadə Yuşmutu Arrana hakim təyin edilməsini eyni zamanda Şəmsəddin Eldənizin də Arrana hakim, yəni iqtidar təyin olunması ilə oxşar cəhət qəbul etmək olar. Və gələk Şirvanşahlardan danışaq. Şirvanşah 2-ci Axistan 3-cü Fərrubürcdən sonra 1243-60-cı illərdə hakimiyyətdə olmuş və o da Hülakü xandan asılılığı qəbul etməklə öz dövlətinin daxili müstəqilliyini qoruyub saxlamağı bacarmışdı. Hülakü xandan asılılığı qəbul edir və 2-ci Axistan həmçinin Monqolların yürüşləri zamanı bütün səfərlərində, Hülakü hökmdarlarının səfərlərində Şirvanşahlar nizami qoşun dəstələri ilə iştirak edirlər. Hülakülər dövlətinin paytaxt şəhərləri haqqında danışsaq, birinci paytaxt şəhər eyni zamanda sacilərlə testdə oxşar cəhət olaraq görəcəyimiz Marağa, ikinci paytaxt şəhər Təbriz, üçüncü paytaxt şəhər isə Sultaniyə şəhərləri olubdur. Eyni zamanda Hülakülər dövləti Sultaniyədən sonra paytaxtı yenidən Təbriz ediblər. Demək, birinci Marağa, ikinci Təbriz, üçüncü Sultaniyə, sonra yenidən dördüncü dəfə olaraq paytaxt Təbrizə köçürülmüşdür. Və biz gələk danışaq Monqollarla, yəni Hülakülərlə Qızıl Orda dövlətinin mübarizəsini. Qeyd etmək lazımdır ki, Qızıl Orda dövləti də bir Monqol dövlətidir və Qızıl Ordu yaxud Orda dövləti Batı xanın yürüşləri zamanı
Çingizxanın nəvəsi Batı xan Volqa boyu və İdil ərazilərinə yürüş etməsi zamanı demək İdil çayının sahilində, Volqa çayının sahillərində belə bir dövlət yaradır, Qızıl Orda dövlətini yaradır və Batı xan bütün nəvələrinə, nəticələrinə vəsiyyət eləyir ki, Azərbaycan sizə çatır. Hülakülər də gəlib Azərbaycanı tuturlar və bunun nəticəsində Qızıl Ordada Batı xanın nəslindən gələnlərlə hülakülər arasında Azərbaycan uğrunda 100 ildən artıq davam eləyən mübarizə başlanılır. Və bu mübarizənin başlanmasını biz adətən hülakülər dövlətinin yaranmasından dərhal sonranı götürə bilərik. Təbii ki, bu 100 illik müharibə Azərbaycan iqtisadiyyatına eyni zamanda Monqol yürüşləri kimi ciddi zərbələr vurur və Azərbaycan iqtisadiyyatı, irriqasiya sistemi, bütün ölkənin təsərrüfat həyatı məhv olur. Və 1295-ci ildən 1304-cü ilə qədər hakimiyyətdə olmuş, əsasən hakimiyyəti islahatlarla səciyyəvi olan Qazan xan islahatlar həyata keçirdərək ölkənin təsərrüfat həyatını canlandırmağı qarşısına məqsəd qoyur və bu zaman onun islahatlarının həyata keçirilməsində vəziri, baş vəziri, tarixçi Fəzullah Rəşidəddinin mühüm rolu olur. Fəzullah Rəşidəddinlə Qazan xanın həyata keçirdiyi islahatlar dövləti dirçəldir, iqtisadiyyatı gücləndirir və hülakülər dövləti tənəzzül ərəfəsinə gəlib çıxmışdı bu 100 illik Qızıl Orda ilə mübarizədən sonra. Həmin tənəzzül prosesi nisbətən gecikir və biz Qazan xanla danışarkən onun 5 sahədə həyata keçirdiyi islahatları qeyd etməliyik. Birinci islahat din islahatıdır. Qazan xan Hülakü xanla fərqli olaraq əsasən yerli feodallarla münasibəti yaxşılaşdırır. Yəni yerli Azərbaycan feodalları ilə, köçəri Monqol zadəganları ilə yox. Qazan xanın yerli feodallarla münasibəti yaxşılaşdırmaq istəməsi və bunun üçün addımlar həyata keçirtməsi özünə qarşı qiyam və çıxışlarla nəticələnir. Qazan xan ancaq bu çıxışları yatırır. Hətta Qazan xana sui-qəsdlər də olunur, amma Qazan xan bu çıxışları yatırtmağı bacarır. Birinci islahat din islahatıdır və Qazan xan din sahəsində yerli feodallarla münasibəti yaxşılaşdırmaq üçün İslam dinini qəbul edərək Mahmud ləqəbini götürür. Yadda saxlayaq ki, biz yeni din qəbul etmiş hökmdarlar arasında Qazan xanın da adına rast gələcəyik. Və Qazan xan sonralar Monqolların hakimiyyəti dövründə danışaq biz 3 vergi növündən. Bu vergilərdən birincisi Qopçur vergisidir. Qopçur vergisini əsasən köçəri maldarlar ödəyirdilər otlaqlardan istifadə müqabilində. Ancaq zaman keçdikcə köçəri maldarlardan alınan Qopçur vergisi çevrilir can vergisi şəklində alınmağa başlayır. Qazan xan din islahatına əsasən can vergisi kimi alınan Qopçur vergisini ləğv eləyir. Din islahatına əsasən. Baxın, sizə testdə salacaq ki, Qopçur vergisinin ləğv edilməsi, adətən abituriyentlər bunu vergi islahatına götürürlər. Ancaq Qopçur vergisinin ləğv edilməsi din islahatına aid bir cəhətdir. İkinci olaraq Monqolların dövründə alınan vergilərdən biri tamğadır. Tamğanı biz ta Səfəvilər dövrünə qədər 1565-ə qədər görəcəyik. Şah 1-ci Təhmasib bunu ləğv eləyəcək. Sənətkarlardan alınan vergidir. Üçüncü vergi isə bac vergisidir və bac vergisini də Monqollar məhz sənətkar tacirlərdən alırlar. Və Qopçur vergisini kim ləğv etdi? Qazan xan ləğv edir. İkinci islahat torpaq islahatıdır. Monqol qoşununda xidmət eləyənlərə iqta torpaqlarının paylanılması ilə bağlı olaraq başlayan torpaq islahatı uğurla həyata keçirilir və Qazan xan torpaq islahatına əsasən İncu, yadda saxlamaq lazımdır ki, İncu torpaq növüdür. 13-14-cü əsrlərdə Hülakü dövlətinə məxsus olan, yalnız Hülakü hökmdarlarına məxsus olan, baxın, biri var Xassə, o hökmdar ailəsinə məxsus olan torpaqlardır. Biri var İncu, yalnız Hülakü hökmdarlarına məxsus olan torpaq növüdür. İncu torpaq növünü həmçinin istifadəsiz qalan Bayrat torpaq növündən, bu Bayrat torpaqları 13-14-cü əsrlərdə istifadəsiz qalmış yeni torpaq növüdür. Həmçinin bu torpaqlardan, həmçinin divan torpaqlarından, dövlət torpaqlarından alınmış torpaqlar hesabına
divan dövlət torpaqları yenə əvvəlki dövrlərdə olduğu kimi qalır. Alınmış torpaqlar hesabına Qazanxan iqta paylayır. İqtanın sahibi iqtanı sata bilməz. Həmçinin iqta hansı ərazini əhatə eləyirsə, həmin torpaqdakı kəndlilər, suvarma şəbəkələri hamısı iqtadarın hakimiyyətinə keçir. Bəs sual oluna bilər ki, iqta sahibi öldükdən sonra nə olur? İqta torpağı həmin sahibi öldükdən sonra onun işini davam etdirən şəxsə yaxud da özündən sonra gələnə, yəni işi davam etdirən iqta torpağı xələfə keçir. 1303-cü ildə Qazanxan torpaq islahatı ilə bağlı olaraq yeni bir fərman imzalayır. Azərbaycanda təhkimçilik deyirlik olmayıb. Amma Azərbaycanda cəmi bir il Qazanxanın hakimiyyəti dövründə təhkim edilmə olubdu. Qazanxan 1303-cü ildə torpaq islahatına əsasən imzaladığı demək fərmana görə 1303-cü ildə kəndlilərin bir yerdən başqa yerə köçməsini qadağan etmiş olur. Danışaq 3-cü islahatdan, vergi islahatından. Təbii ki, qeyri-qanuni vergilərin toplanılması qadağan eləyir. Qeyri-qanuni vergilərin toplanılması ilə yanaşı artıq bundan sonra mərkəzi divan vergi toplaya bilər. Mərkəzi divan yaxud baş divan. Mərkəzi divandan başqa vilayət hakimlərinin vergi toplanılmasına icazə verilmir. Vilayət başçıları, vilayət hakimləri vergi toplaya bilməz. Mərkəzi divan toplamalıdır. Həmçinin vergilərin toplanılması 3 il müddətinə icarəyə, yəni kirayəyə verilirdi. 3 il müddətinə icarəyə verilmiş olurdu. Və vergi islahatına əsasən 3 il müddətində vergilər icarəyə verilir. Həmçinin vergilərin toplanılması qaydasına salınmış olur. Ancaq vergi toplanılması işində ciddi dəyişikliklər olduğuna görə məlumdur ki, vergilərin qayda ilə yığılması, vilayət başçısının müdaxiləsinin qarşısının alınması kəskin mübarizəyə səbəb olur. Yəni çox adam bundan razılaşmır. 4-cü islahat ən ciddi islahatlardan biri olan Qazanxanın məhkəmə sahəsində həyata keçirdiyi islahatdır və məhkəmə sahəsində həyata keçirilən islahata əsasən hansı ki məhkəmələrdə hakim rolunu oynayan qazılar var idi. Yəni məhkəmə başçıları, məhkəmədə hakimlər qazılardan öz vəzifələrinə ciddi surətdə nail edəcəklərinə dair, öz vəzifələrinə ciddi şəkildə əməl edəcəklərinə dair qəbz alınması qaydası tətbiq edilir və 30 ili keçmiş iddia sənədləri, deyək ki, 30 il bundan qabaq kimsə mənim hər hansı bir mülkümə əl qoyub, yaxud da mənim bir malımı oğurlayıb, 30 ili keçmiş iddia sənədləri öz qanuni qüvvəsini itirir. Yəni 30 ildən sonra heç kəs məhkəməyə müraciət eləyib, 30 il bundan əvvəl mənə filan kəs belə etdi, mənim torpağımı ələ keçirdi deyə bilməz. Həmçinin burada şəhərlərdə, mahallarda və kəndlərdə fəaliyyət göstərən qazılar ki var, həmin onların səlahiyyətləri müəyyənləşir. Qazının səlahiyyətini müəyyən edirlər. Testdə yazır ki, məhdudlaşır, amma yox, qazı vəzifəsinə təyin edilənlərin səlahiyyətləri müəyyənləşdirilir. Aydındırmı bu da? Və məhkəmə islahatı yarımçıq qalan islahatlardan biridir. Əlavətən qeyd etmək lazımdır ki, Qazanxanın məhkəmə sahəsindəki islahatına əsasən alqı-satqı işlərində, yəni torpağın alqı-satqısı, hansı ki mülkiyyət hüquqları məsələsində qayda və qanunlar yaradılmış olur, özbaşınalığa son qoyulur, həmçinin qayda qanunlar yaradılır. Rüşvətxorluğun da qarşısı alınır. Lakin məhkəmə islahatı yarımçıq qalır Qazanxan vəfat etdiyinə görə və müəyyən səbəblərdən bu islahat tam şəkildə həyata keçirilə bilinmir. Xüsusilə qeyd etmək lazımdır ki, demək, bir saniyə. 6-cı islahat rabitə sahəsində həyata keçirilir və Qazanxan demək 3 fərsəxdən 1 yaxud 20 kilometr 3 fərsəx 20 kilometr məsafəyə uyğun gələn ölçüdür və 3 fərsəxdən 1 rabitə dayanacağı olan yamların, rabitə məntəqələrinin yaradılmasına qərar verir. Yamlar yaradılır. Hətta yamlarda, məsələn də bir ərazinin yamından digər ərazinin yamına çatana qədər həmin o məsafə 20 kilometrdir.
3 fərsəxdir. Yəni yollarda ticarət karvanları hansı ki gedir, həmin karvanlardan yaxud ticarətlə məşğul olan tacirlərdən yam işçilərinin, həmin rabitə dayanacaqları olan yamlardakı işçilərin vəsait alması qadağan edilir və rabitə islahatı 2 il müddətinə həyata keçirilib, başa çatdırılır. 2 il ərzində rabitə dayanacaqları yaradılır, yamlara təyin olunmuş əmirlərin də yerli əhaldən vəsait alması qadağan edilir. Axırıncı islahatımız 7-ci ticarət sahəsində həyata keçirilmiş islahatdır və ticarət sahəsində həyata keçirilmiş islahatla Qazanxan gömrük işlərinin, yəni gömrük vəsaitlərinin toplanılmasını qaydaya salır və gömrük rüsumlarının toplanılmasından başqa vahid ölçü, çəki, pul sistemlərinin də yaradılması ilə ticarətdə inkişafa nail olunur. Vahid ölçü, çəki və pul sistemlərinin yaradılması ilə inkişafa nail olunur və əvvəl də qeyd etdiyim kimi bu islahatların hamısının nəticəsində Hülakülər dövləti labüd tənəzzülü gecikir, iqtisadiyyatda canlanma baş verir, əhalinin vəziyyəti yaxşılaşır. Qazanxandan sonra hakimiyyətə Məhəmməd Olcaytu adlı Qazanxanın qardaşı Məhəmməd Olcaytu adlı hökmdar gəlir. Bunun hakimiyyəti dövründə də Qazanxanın həyata keçirdiyi islahatlardan sonra hakimiyyətə gəldiyinə görə mərkəzi hakimiyyət hələ də güclüdür. Ancaq Məhəmməd Olcaytu öləndən sonra onun kiçik oğlu 12 yaşlı Əbu Səid 1316-cı ildən 1335-ci ilə qədər hakimiyyətdə olur və Əbu Səid çox kiçik yaşlı olduğuna görə dövləti onun adından Əmir Çoban idarə eləyir və Əmir Çoban əl-qol açır, belə desək qısa sözlə. Əmir Çoban 1318-ci ildə dövlətə olmuş Qızıl Ordaxanı Özbəyin hücumunun qarşısını alır. Həmçinin Xorasanda Qızıl Ordunun qüvvələrini məğlubiyyətə uğradır Əmir Çoban. 1318-ci ildə həmçinin Xorasanda mərkəzi hakimiyyətə qarşı, yəni Hülakülər dövlətinə qarşı baş qaldırmış qiyamı yatırdır. Elə bilin ki, Əbu Səid hakimiyyətdədir, amma dövləti Əmir Çoban idarə eləyir. Və 1319-cu ildə Əbu Səid artıq böyüyüb başa çatıb, yəni 1316-cı ildə bunun 12 yaşı vardısa, 19-cu ildə artıq bunun 15-16 yaşlarına çatır və 15-16 yaş bizim indiki 15-16 yaşlarımız dövründən, yəni müasir dövrün gənclərindən fərqlənərək yetkinlik yaşı hesab edilir və Əbu Səidin 1319-cu ildə Gürcüstanda, Naxçıvanda, həmçinin Sultaniyyədə qalxmış mərkəzi hakimiyyətə qarşı baş vermiş qiyamları yatırmasına görə Əbu Səidə Bahadır ləqəbi verilir. Yadda saxlamaq lazımdır ki, demək Mahmud ləqəbini Qazanxan özü götürübdür. Bahadur titulu isə Əbu Səidə verilibdir. Bahadur ləqəbi alıbdır bu üsyanların, bu qiyamların yatırılmasında xüsusilə iştirak etdiyinə görə 1328-ci ildə Çobanın və oğlanlarının özü üçün təhlükə yaratmasını hesab eləyən Əbu Səid Çoban və onun övladlarını edam etdirir və dövləti artıq tam şəkildə özü idarə etməyə başlayır. Lakin 1335-ci ildə Qızıl Orda dövlətinin hökmdarı, qısa yazaq, Qızıl Orda dövlətinin hökmdarı Özbək Azərbaycana yeni yürüş eləyir. Əbu Səid Qızıl Ordaxanı Özbəyi məğlub edir. Ancaq 1335-ci ildəki döyüşdə özü də öldürülür. Yəni Əbu Səid də ölür və 1335-ci il onun sonuncu hakimiyyət ili olur. Qızıl Ordaxanı Özbəyin yürüşündən sonra Azərbaycanda çobanların nəslindən gələnlər, Əmir Çobanın nəslindən gələnlər nə edirlər? 1338-ci ildə Əbu Səidin bacısı Satubəy xatunu taxta oturdular Hülakü taxtına. Satubəy xatının adından Çobanın nəvələri, Çobanın nəslindən gələnlər, məsələn, bu adamlardan biri, yəni Çobanilər sülaləsinin başçısı Şeyx Kiçik Həsən, yadda saxlamaq lazımdır. Kiçik Həsən deyirsə Çobanilərdir, Böyük Həsən deyirsə növbəti dərsdə rastlaşacağımız Cəlalilərdir. Şeyx Kiçik Həsən Çobani 1338-ci ildən başlayır dövləti idarə eləməyə və yadda saxlayın ki, 1338-ci ildən 1357-ci ilə qədər Hülakülər dövlətinin tarixi adlanır Çobanilər
dövrü. Soruşa bilərsiniz ki, nəyə görə Çobanilər dövrü, Çobanilər dövləti yox? Hülakülər dövləti bu dövrdə mövcud idi. Məlumdur ki, Satıbəy xatunu oturdublar hökmdar taxtına və dövləti Çobanilər idarə edirlər. Bu zamanda da Hülakülər dövlətinin adından dövləti idarə etdiklərinə görə bu Çobanilər öz adlarına pul kəsdirmirlər, məscidlərdə xütbə oxutmurlar və müstəqil şəkildə fərman imzalamırlar. Ona görə də özlərinə dövlət yox, Çobanilər dövrü demək məcburiyyətindəyik. Və 1344-cü ildə Təbrizdə Çobanilərin nəslindən olan Məlik Əşrəf adlı adam əhalini vergilərlə boğaza yığır, qarət eləyir, talan eləyir. Bunun nəticəsində də 1357-ci ildə Qızıl Orda xanı Canı bəy, qısa yazırıq, Qızıl Orda xanı Canı bəy Təbriz əhalisi tərəfindən Azərbaycana dəvət olunur. Qızıl Orda xanı Canı bəy gəlir Təbrizə və Məlik Əşrəfi edam etdirir, öldürür. 1357-ci ildə Hülakülər dövlətini süquta uğradır. Yaxud biz buna Hülakü səltənəti uğrunda gedən mübarizənin sonu deyirik. Çünki Hülakü səltənəti uğrunda mübarizəni əsasən kimlər aparırdılar? Çobanilər. Həmin Çobanilərin hakimiyyətinə son qoyulur. Yəni Hülakü səltənəti uğrunda, səltənət yəni taxt, Hülakü taxtı iddiası uğrunda gedən mübarizə Qızıl Orda xanı Canı bəyin gəlib Təbrizi tutması və 1357-ci ildə Hülakülər dövlətinə son qoyması ilə başa çatır. Həmçinin Qızıl Orda xanı Canı bəy öz oğlu Bərdi bəyi Təbrizə hakim təyin eləyir və geri dönür. Azərbaycanda Qızıl Orda hakimiyyəti başlayır 1357-ci ildə. Lakin Bərdi bəy tezliklə eşidir ki, atası Qızıl Orda xanı Canı bəy vəfat edib və Bərdi bəy Azərbaycandan çıxır, Qızıl Orda dövlətinin mərkəz şəhərinə, Saray Batı şəhərinə getməli olur və bununla da Azərbaycanda həm Hülakülər, həm də Qızıl Orda hakimiyyəti başa çatır.